Tarixi günlərdə bizim Şəhidlər Xiyabanına ziyarətimiz İlham Əliyevin bir sıra planlarını pozur. Hansı planlardan gedir söhbət? Hansı niyyətlərdən gedir söhbət? Birincisi, bunu biz xalqımızla açıq danışmalıyıq. Azərbaycan hakimiyyətinin artıq rəsmi siyasəti hiss olunur ki, şəhidlər unutturulmağa doğru gedir. Biz bunu əslində 1-ci Qarabağ Savaşından sonra görmüşdük. Mən 20 yanvar şəhidlərini ziyarət edən zaman dəfələrlə orada iştirak edən jurnalistlərdən xahiş eləmişdim ki, o xiyabanın sağında, solunda əkilmiş o sıx ağac kolları var. Onların arkasında qalıb mindən artıq 1-ci Qarabağ Savaşının qəhrəman şəhidlərinin məzarları, onları görünməz elədilər. Amma bir çoxumuzda, mən də daxil olmaqla ümid var idi ki, bu 1-ci Qarabağ müharibəsinin qəhrəmanlarına münasibətdir. Yəqin ki, bu 2-ci Qarabağ müharibəsinin şəhidlərinə biraz fərqli olan münasibət. Amma indi biz görürük ki, 2-ci Qarabağ müharibəsinin şəhidlərinin dəfn edildiyi 2-ci Şəhidlər Xiyabanında faktiki unutdurulur. Dövlət rəsmi protokoldan oranı çıxardıb. Hətta o şəhidlərin məzarlarının ziyarət edilməməsi üçün gəlib şəhərin başqa bir istiqamətində, demək, Ağşəhər tərəfdə, Yeni Bulvar hissədə bir abidə qoyublar. Demək, Zəfər abidəsi və həmin o monumentin qarşısında gəlib güllər qoyurlar. Protokol yaradıblar. İlham Əliyev ümumiyyətlə Bakıda deyildi. O, demək, açılışlarla məşğul idi həmin gün, 100 günü. Amma burada olan nümayəndələrin hamısı baş nazir başda olmaqla getdilər. Həmin o Zəfər abidəsinin qarşısına, daşın qabağına o gülləri qoydular. Şəhid məzarlarını ziyarət etmədilər. Yəni, şəhid məzarlarını ziyarət etməyi yavaş-yavaş Azərbaycan xalqının yaddaşından çıxardırlar. Bax, biz isə gedib hər dəfə həm deməli 20 yanvar şəhidlərini və o sırada 1-ci Qarabağ müharibəsinin şəhidlərini, türk şəhidlərini ziyarət edirik. 27-si sentyabrda müharibənin başlandığı gündə 2-ci Şəhidlər Xiyabanına gedirik. Bu dəfə mən ümumiyyətlə bütün məzarları bir-bir ziyarət elədim. Və biz imkan vermirik. Şəhidlər mövzusu unutturulsun, arxa plana keçirilsin. Hökumətin imkanı çatsa, ümumiyyətlə onları unutdurar. Ki, ümumiyyətlə bu tarixi qələbənin bir nəfər müəllifi olub İlham Əliyev vəssalam. Başqa deməli, heç kimdən bu adı paylaşmaz. Ona görə də deməli, bu baxımdan bizim Şəhidlər Xiyabanına bu ziyarətlərimiz hakimiyyəti narahat edir. Bu bir faktordur. İkinci faktor odur ki, axı baxın, neçə illərdir Azərbaycan hakimiyyəti müxalifəti məhv etməkdən ötürü planlı şəkildə işləyir. Meydanları əlimizdən alıblar. Normal fəaliyyət imkanlarımızı əlimizdən alıblar. 375 deyirdik, indi bugün hüquq müdafiəçiləri elan elədilər ki, artıq yeniləşdirilmiş siyahıda 392 nəfər siyasi məhbus var Azərbaycanda. 392 dövrcə gəlib çatır siyasi məhbusların sayı. Və bizim əlimizi, qolumuzu bağlayıb xalqa göstərmək istəyirlər ki, ölkədə müxalifət yoxdur, qalmayıb. Əslində sən məhv eləmirsən, sən dağıdırsan, həbs edirsən, imkan vermirsən fəaliyyətə. Amma axı hamı siyasəti bilmir. Sadə insanlara təlqin edirlər ki, artıq müxalifət bitib, yoxdur ölkədə müxalifət. Güya ki, bu çox yaxşı bir şeymiş, güya ki, bu çox fəxr edilməli bir işiymiş. Amma həmin o sadəlövh insanlara bunu təlqin edib stereotip yaratmaq istəyirlər. Və biz o Şəhidlər Xiyabanında, başqa heç yerdə axı kütləvilik ifadə eləmə imkanı yoxdur. Biz ora ziyarətə ki, kütləvi minlərlə insanla gedirik. Deməli, o planlar da suya düşür. Bəs insanlar istər-istəməz sosial şəbəkələrdən izləyirlər. Bəzən bu ziyarətləri milyonlarla adam izləyir. Xüsusən polis də müdaxilə eləyəndə ümumiyyətlə artıq bir neçə milyon olur. Və insanlar görürlər ki, bu qədər həbsdən sonra, bu qədər məhrumiyyətdən, imkansızlıqdan sonra sən demə hələ müxalifət ziyarətə minlərlə gəlir. Sabah bunların meydan imkanları olsa nə boyda miting eləyərlər? Deməli, o müxalifət yoxdur görüntüsünü də yarada bilmir. Başqa nədən narahat olurlar? Mənim şübhəm yoxdur ki, polis də narahat olur. Hər dəfə bu Şəhidlər Xiyabanında polisi ki, bizə qarşı qaldırırlar. Özü hökumət çıxmır ki, bizim qabağımıza. Deputat deyil, bizim qarşımızı kəsər, nazir deyil. Özləri qaçıb gizlənirlər. Polisi verirlər bizim qarşımıza. Millət də o zaman nə edir? Bütün aqressiyasını yönəldir polislərə. Polislər xoş gündən üzlərini gizlətmirlər. Sizə sosial şəbəkələrdə yazırsınız ki, niyə görə Azərbaycan polisi maska tapır?
Çünki onlar da görürlər ki, ictimaiyyətin tənqidi hamısı yönəlir kimə? Müxalifətin bu sadə, normal fəaliyyətinə də mane olan polisə qarşı. İndi onu hamı düşünmür axı. Mən özüm hətta zaman deyirəm ki, onlar əmr yerinə yetirir. Amma insanlar nə görür? Görür ki, minlərlə insan gəlib şəhidinə hörmət qoymaq istəyir. Gəlib şəhidini ziyarət eləmək istəyir. Ya bizim öz Azərbaycanlı şəhidlərimizi, ya da fərqi yoxdur. Bakını işğaldan azad edən Türk şəhidlərini ziyarət eləmək istəyir. Biz oranı nə zaman siyasət meydanına çevirmişik? Bu qədər yalan olmaz axı. Biz o ziyarətlərimizdə bir dəfə də siyasi söhbətlər eləmirik axı. Heç məsələn, axırıncı dəfə gördünüz, indi mən fikirləşirəm ki, bizim hər zaman olduğu kimi bu dəfə də təmkinli davranışımız özünü doğrultdu. İndi biz orada bir bəhanə də versəydik o Türk şəhidliyində bir mübahisə üçün, indi əllərində bəhanə eləyərdilər onu ki, görürsünüz, şəhidlər xiyabanında qarşı durma yaratdılar, biz ona görə məcbur oranı sahmana salaq. Biz heç bir bəhanə vermədik. Gəldi polis qarşımızı kəsdi. Mən nə dedim? Dedim, hər şey qurban olsun şəhidlərimizə. Biz öz böyüklüyümüzü elədik, biz öz qabiliyyətimizi yerinə yetirdik. Bundan artıqına imkan vermirlərsə, biz mübahisə eləməyib şəhidlər xiyabanını tərk edirik. Nəyə? Nəyin xatirinə? Biz axı razılaşdırılmamış mitinglər keçirə bilən qüvvəyik. Biz öz haqqımızı tələb edən qüvvəyik. Amma biz onu şəhidlər xiyabanında eləmədik. Eləmərik də. Çünki bizim şəhidlərə münasibətimiz tamam başqadır. Görürsünüzmü? Amma yəqin ki, polisin də hakimiyyətə təzyiqi var ki, bizi nə üz-göz eləmişsiniz cəmaatla. Buranı qadağan eləmək istəyirsə, qanunla qadağan eləyin. Biz də deyək ki, qanunu yerinə yetiririk. Yox, əgər qanun yoxdursa, bizi niyə hər dəfə bu xalqla, millətlə üz-üzə qoyursunuz? Axı bu adamlar gəlib orada şüar səsləndirmir. Bu adamlar gəlib orada istifadə etmir, siyasi şüar tələb eləmir, azad seçki tələb eləmir. Bu adamlar gəlib şəhidlərinə öz hörmətini, ehtiramını ifadə eləmək istəyir. Nəyə görə Azərbaycan polisini siz bu insanlarla, bu qədir bilən insanlarla üz-üzə qoyursunuz? Deməli ki, bir faktor da budur. Görünür ki, həmin bizə qarşı aparılan bu polis əməliyyatı həqiqətən də ictimai rəydə böyük qınağa səbəb olur və Azərbaycan polisi də bunun fərqindədir. Dərk edirlər ki, çox böyük qınağa məruz qalırlar şəhidlər xiyabanını ziyarətə gələn insanlara qarşı istifadə edildiklərinə görə. Və nəhayət, deməli, bu Zahid Oruc bu təşəbbüsü verir. Şübhəsiz ki, bu təşəbbüsü öz başına verməyib. Yəqin ki, hakimiyyətin belə deyək də, o daha səlahiyyətli şəxsləri ilə məsləhətləşərək bu təşəbbüsü irəli sürüb. Amma məncə ictimai rəyin reaksiyasını gördülər. Hər bir təşəbbüs mütləq deyil ki, mütləq reallaşa. Bəlkə də ictimai rəyin reaksiyasına baxırlar. Mən bu baxımdan açığı hesab edirəm ki, ictimai rəyin reaksiyası bir mənalı şəkildə pis oldu. Hökumətin, yəni şəhidlər xiyabanını ziyarətçilərin üzünə rəsmən qapatmaq addımı bir mənalı şəkildə Azərbaycan xalqı tərəfindən lənətlənəcək. Bunu bir mənalı mən deyirəm. Bu addımı atsalar, özlərinə böyük pislik etmiş olacaqlar. Çox böyük pislik etmiş olacaqlar. Yəni, təkcə müxalifəti qarşını almaqdan getmir söhbət. Onsuz da onların müxalifətə, nifrəti də, düşmənçiliyi də bəllidir. Söhbət artıq şəhid ailələrini, Qarabağ veteranlarını, qaziləri qarşını almaqdan gedir. Söhbət artıq ölkənin gerçək vətənpərvərlərini qarşını almaqdan gedir. Bilirsiniz, indi çox təəssüf ki, Azərbaycanda hər şeyin doğrusu və yalançısı var da, həqiqisi və saxtası var. O cümlədən vətənpərvərliyin də artıq bir var hökumətdən pul alıb vətənpərvər işləyənlər, bunlar nə qədər bir neçə yüz adam. Amma axı Azərbaycanın gerçək vətənpərvərləri var. Biz o 1-ci, 2-ci Qarabağ savaşından o qədər etkiləri necə vermişik biz? 1-ci Qarabağ savaşında 10 minlərlə insan necə gedib o könüllü savaşa? 2-ci Qarabağ savaşında bu boyda ordu niyə görə fərarlik eləməyib? Azərbaycan xalqının böyük əksəriyyəti gerçək, şousuz, filansız, minnətsiz vətənpərvərdir. Və onlar bunu pis qarşılayacaq. Bəli, bugün Azərbaycan xalqından çox şey asılı deyil. Azərbaycan xalqının iradəsi çox şey həll eləmir. Amma bunu hökumət də bilir ki, bir gün şans yaranacaq ki, Azərbaycan xalqının iradəsi həlledici olsun. Və o zaman Azərbaycan şəhidlərini unutturmağa çalışan, şəhid ailələri ilə görüşdən yayınan, qaziləri intihara sürükləyən, veteranları 80 manatlıq müavinətlə ələ salan, şəhidlər xiyabanını millətin üzünə qapadan, şəhidlər xiyabanına ziyarətə gələn insanların qarşısına polis çıxaran bir hakimiyyətə Azərbaycan xalqı zərrə qədər də hörmət qoymaz.
Ona görə də 2 dəfə düşünməlidirlər bu barədə. Bu çox səhv bir fikirdir. Hesab edirəm ki, bu səhv fikirdən daşınmalıdırlar. Çünki bu addımı atacaqları təqdirdə əmin edirəm sizi, biz 1 itirəcəksə hökumət 3-5 itirəcək. Çünki bu qərar təkcə müxalifətə qarşı qərar olmayacaq. Bu Azərbaycan xalqına qarşı atılmış qərar olacaq. Ona görə də Azərbaycan hakimiyyətini heç olmasa bu qədər miskin bir qərara imza atmamağa çağırıram.